Hamınıza salam dostlar. Bugün Hill Climber Razin'in 3-cü videosuna xoş gəlmisiniz. Bugün sizlərlə birlikdə mini elmasım var. Mini elmasımdan 300 elmasına ayırıb bir dənə garaj alırıq. Burada garajda istədiyimiz maşınları daha da geniş yığdıra bilirik. Məsələn, bu maşınları da məsələn belə yığdıra bilirsən, amma orada lap motor, təkər, iskelet, nə bilim hamısından taxa bilirsən. Onca ki bir dənə Allah. Garaj, kilidi açılsın mı? Garaj. Bu sizin özel arabanız. 300 elmas verdim. Açıl susam, açıl. Açıldı. O bir dənə də qutu gəldi. Qutunu açaq. Qutu. Görək nə çıxacaq. O qəşəng iskelet çıxdı. Hill Climber mavi rəngdə. Çakal taşı. Bu çox da şeydir. Pis verdi. Neyse. İndi mən bu maşına baxaq birinci. Bu çıxdı. Hərdə hə. Bu kadar motor var. V12 de var. Hamısından var. Görək təkər. Traktör təkər də var. Nə bilim. O var. Bu var. Traktör təkəri. Əninəm. Traktör təkər. Yaxşı. Traktör təkərin görək nətər olur. Traktör. Hə. Ayo bu canavar deyil. Bu traktör. Traktörü tatdıq. İndi buradan da hələ ki yüksəltməyəcəm. Çünkü hiç pulum da yoktu. Bir oyuna girip baxaq da görək nətərdir. Deyəm, xəritəni seçək. Getdik. Görüntülü o. Ne oldu ala buna? Xiyərdir. Ne oldu ha? Yox, gördünüz nətər oldu. Belə tullandı, döndü elə oldu nəsə. Bu normal Hill Climber'dən görə fərqi var. Normal Hill Climber'i ancaq həmişə müqayisə eləyəcəm. Çünki o 538-ci metrədə nəsə belə oradan çıxa bilmirdi. Yəni çıxması imkansız olurdu. Yəni heç yük səkləndirilməmiş də. Yəni ehtiyat hissələri alınmamış da. Yəni sıfırda olanda keçə bilmirdi oradan. İndi görək bu maşın keçə bilirmi? Belə bir yeri idi, amma bundan da çətin idi. Şimdi deyəsən 150 metr mindən mi qalıb? 150-130 belə. 100 metr qalıb. 100 metr. Ay, açdıq. Təzdən. Buna bu uyğun deyil. Biz gəldik yenidən. İndi burada şeydir, təzdən bunun təkərini dəyişəcəm. Nəsə traktör buna uyğun deyil. Ha, traktör. Ha, bunu dəyiş, normal çakılla qoy. Bunu da dəyiş, içsindən. İndi elə başlayaq. Görək necədir. O Hill Climber'ə baxmış yaxşı gedir ha. Bu qəşəng gedir. Bir dəqiqə. Wi-Fi-mızı bağlamayaq ki, birdən reklam gəlir. Adam əsəbləşdirir ona görə. İndi birdən traktor təkərinə görə əzilmə. Boynun qırılacaq, boynun. Bu deyəsən adam yatıb deyəsən o maşının içində oturan adam. Yatıb Benzin aldıq. Rekordumuza çatdıq. Elə tam burada elə tam burada uduzmuşduq. Yani aşmışdık. Oyunumuz geçmişti. O bu çok tullandı. Zıp. Çıx. Deyə maraqlı burada. İndi buradan çıxa biləcək. Çıxamayacaq. Görsən çox belə şeydi də. O çıxdı. Normal Hill Climber'dən fərqi var imiş. Heç yüksəltməmişəm ha. Fərqi var imiş. Ama qəşəng daha hoşuma gəldi. 656 metr deyil. Görürsən neçə metr görəcək bu? 10 deyirəm. Çıx. 1400 metrə qədər gedə bilər. Ay yox, 1400 çox deyil. 1000 desə əla olar. Ayda, buradan çıx da çıxmadı. Biz bunu yüksəltməliyik. Həqiqətən buna lazımdır. Bu yüksəltmə deyir, 30% kavrama deyir.
Bu nədir? Avıdı var, dənci var. Məncə buna verək. Buna verdik. Bu nədir? Bu boyut, çəkiş. Bunu da verərik. Buna da. Nəysə, başlayaq. Rekorumuz 692 idi. Oradan bəri kəsə bilmədik. Görə 692 keçə biləcəkmi? 810 elmasımız var. O, qəşəng də. Bunu biz geliştirmiştik. Aha, bunun nətər belə olur? Yox, hiss olunur biraz. Hə. Hiss olunur. Bu arada videoma abone olup like atmayı unutmayın dostlar. Veya oyunda nə maşını almaq istədiyini yaza bilərsiniz. Siz mənə video fikirlər də deyə bilərsiniz. Hill Caliber Racing 1 haqqında. Deyə bilərsiniz. Məsələn, deyin ki, bu maşından bu maşını al, bu maşını belə elə, ondan al, bundan al, elə deyə bilərsiniz. Bu maşın belə durur, dümdüz durur. Adamı əsəbləşdirir. De həmən ki. Hə, çıxdı, şükür. Bildim, qorxdum ki, çıxamayacaq ya. Neyse. 116 elmas. 800 9000 altın. Altınları, qızılları çox versəydi, pulları qəşəng olardı. Daha çox belə maşınları gəlişdirə bilərdik. Biz burada ölmüşdük, hə. Çıx. Aa, çıx. Təkərdir bunu eləyən, təkər. Çıx. Çıxa bilmir. Mən ən... Çıxamadı. Amma niyə donur belə benzin qutarandan ancaq donur? Ancaq belə donur ancaq. Mən ən yaxşısı bir pul 50.000 pul yığıb gəlirəm dostlar. Şükür 10 dəqiqənin ardından sizə söz verdiyim kimi 51.000 pul yığdım. İndi keçək indi qarajımıza. Qarajımızda indi bir neçə dənə şeyi yüksəltməliyik. İndi bu maşında yoxdur. Burada başqa təkər varmı? Bu çamurdur. 60 kavrama artışı verir. Nədir? 40 daha böyük olur. Bilmiyorum, çamur seçək. Bunu verdik 20.000. 20.000'imiz getdi. İndi bunu da al. İndi o maşından o təkərə verməyəcəm mən. Bu təkər bu da var. Buna versək mənfi 20 benzin yandırır. Yəni benzini daha az sərf eləyir, daha səmərəli işlədir. 40% tork işlədir. Buna da baxaq görək nədir. Bu genəldir, hə. Başqa nə motorlar var? Bu da var, nə bilim. İndi baxaq görək nətərdir. Maşınımız. O, maşının səsi dəyişdi ha. Qəşəngdir indi maşının səsi. İndi hiss olunur belə yaxşı getdi. Get. İndi bundan sonra da yavaş-yavaş videomuzun sonuna gələ bilərik. 300 metrdir hələ ki. Ben başa düşmürəm. Bu maşınlar niyə qabağa qalxır? Əsəbləşirəm axı mən. Ancaq qabaqları qalxır, əsəbləşirəm. Hər maşında oluyor bu arada bu şey, qabağa qalxma teması. Qabağa qalxır. Durduq yerə və aşırdı görürük. Aşmağa meyillidir. Buradan heç çıxa biləcəyik. Motor çox güclü olduğu üçün təkər şey olur. Buradan görək bir takla ata bilərik pərəndə. Olmuş. Oo, qəşəng. Bir maşın əgər pərəndə ata bilirsə o maşındır. Deməli.
Heç bir şeyimiz də yoxdur. Gəl, sağ olun. İndi mən nə maşınları almaq istədiyimi gələn videolarda deyə bilərsiniz. Məsələn, bu yarışma kamyonu da olar, arazi aracı da olar. Tək-təkərli xoşum gəlmir. Tanka pulum çata bilməz. Bu ikisini ala bilərəm. Bu özəlliklə bu dev kamyon. Yəni ya bununla da ala bilərəm, ya da bununla da. Yəni fikirlərinizi yorumlarda, şərhlərdə qeyd edə bilərsiniz ki, oyunda nə edim, onu etməyim, bunu etməyim. Bəlkə də buradan eləmi biraz da elmas yığım. Bu konteyner qutusundan 2 dənə alım gələn videoda. Gələn videoda indi o konteynerin qutusundan 2'sini alacağım. Yadınızda saxlayın, sizə söz verdiyim kimi. Sağ olun, salamat qalın.